Ey İmam Hüseyin məclisinə görə roza oxuyan, mərsi oxuyan, əzadarlıq edən, ehsan verən, kitab yazan, nə bilim söhbət edən və s. kəslər əməl edərkən nəyi nəzərdə tutmaq lazımdır? Bunu nəzərdən qaçırmaq lazım deyil ki, Maide surəsinin 27-ci ayəsində oxuyuruq ki, İnnəmə yətəqəbbəlullah minəl muttəqin. Allah Teala həsr ədatı yalnız və yalnız təqva sahiblərindən qəbul edər. Yəni, bəzən insan elə bilir ki, mən İmam Hüseyin əleyhissalamı təbliğ edirəm, onun xatirəsini yaşadıram, lakin bunu bir əndazədən çıxmış vasitələrlə edir. Hər nə üslubla olur olsun, dəxlisi yoxdur da, əsas məqsəd bunu çatdırmaqdır. Yox, belə deyil. Allah Teala ayədə buyurur ki, Allah o işin təqvasına baxacaq. İmam buyurur, and olsun Allaha bizə qarşı düşmənçilik edib döyüş quran, yəni nasibilik, əsl imamlara qarşı nasibilik edən, açıq-aşkar düşmən edən kəsin bizə vurduğu zərər, bizim xoşlamadığımız şeyləri bizə nisbət edərək danışan kəsin vurduğu zərərdən daha ağır deyil. Yəni sən öz ləyaqətsiz danışıqlarınla, öz ləyaqətsiz əməllərindən elə bir zərbə vurarsan ki, onun nasibi belə imamız vurmayıb. Yəni bu nə deməkdir? Sən ömür billah sənə dedilər ki, bala, filan əhl-i-sünnənin müqəddəsatını təhqir eləmə. Sənə dəfələrlə dedilər açıq-aşkar eləməklə. Mən bezmişəm şərhlərdən, filan kəsə lənət, filan kəslər zatı qırıqdır, filan kəslər nə bilim nədir. Sən elə bildin ki, sən filan kəsləri söyləyəcəksən, onlar əlini söyməyəcəklər. Fatiməni söyməyəcəklər, arxayınlaşdın. Mən filan kəs söyləyəcəm, o isə əlini söyə bilməyəcək. Allahu Əkbər. Təbrik edirəm mənim şərhlərimə, görün son zamanlar nə qədər nasiblər. İmam Əli də söyləyirlər, xanım Zəhranı da söyləyirlər, özü nə də var söyləyirlər. Bax bunun əsl səbəbkarlarından biri də sizsiniz. Təhqir edərsən, təhqir edəcəklər.